Qarabağı təbrik etməyə dəyər. Axır ki, Azərbaycan çempionatında Avropa səviyyəli rəqiblə görüşdülər. Sabahın oyunçuları əməlli başlı Qarabağa dərs keçdilər və 2-1 hesabı ilə qalib gəldilər. Mikels, Maluda, Simic və digərləri göstərdilər ki, bu Sabah Azərbaycan çempionu ola bilər. Bunu Qurban Qurbanov da qeyd etdi və əlavə elədi ki, belə oyunla komanda çempion da ola bilər və niyə də Avropa kuboklarında özünü göstərməsin. Valdas Dambrauskas öz komandasını təriflədi. Onun fikrincə çoxdandır heç bir klub Qarabağa qarşı belə oynamırdı. Bu oyunun Qarabağa çox xeyri olacaq. Çünki bir aydan çox vaxt qalıb Ayntraxtla oyuna və məhz Ayntraxtla oyunu göstərsək, fikirləşsək, Qarabağ çox güclü hazırlaşmalıdır. Sabahın oyunçuları isə dünənləri hətta diqqətlə baxanda mənə elə gəldi ki, elə bir Ajax'ın futbolçuları sadəcə olaraq Sabahın formasında çıxış edirlər. Təbriklər Sabah, belə də saxlayın. Ancaq bu bir oyundur. Çempionatın axırında vəziyyət dəyişə də bilər.